Hər kəsi salamlayıram. Bugünkü videoda mən gənc idarəçilərdə ortaq bir səhv olaraq gördüyüm onların işə və öz rəhbərləri ilə ünsiyyətdə olan mövqeləri haqda danışacağıq. Bu yaxınlarda bir gənc idarəçi mənə müraciət etdi və dedi ki, iş yerimizdə belə bir hadisə baş verib. Rəhbər mənə əməkdaş tapmağı və axtarmağı tapşırdı. Mən əməkdaşı tapdım, amma tapdığım əməkdaşa gözlədiyindən, o əməkdaşın da gözlədiyindən, mənim də gözlədiyimdən daha az maaş verdiklərinə görə əməkdaş iş yerində qalmaq istəməyib və işdən ayrılıb və bu gənc rəhbər mənə bu vəziyyəti başa salarkən deyir ki, bəli, Fəxri bəy, görürsünüz, mənə qarşı belə bir haqsızlıq oldu və mən də rəhbərimə dedim ki, mən sizə demişdim, o insan qalmayacaq, işdən çıxacaq, ayrılacaq. Artıq mən heç nə edə bilmərəm, mən əlimdən gələni etdim, indi özləri həll etsinlər. Mən düşünürəm ki, bu yanaşma, bu mövqe nəinki yanlışdır, bu çox təhlükəlidir. Birinci növbədə insanın elə özü üçün. Baxın, birinci növbədə özünüzə, rəhbərlərinizin qarşısına problemlərlə, yalın problemlərlə, çılpaq problemlərlə getməyə özünüzə qadağan etməlisiniz. Siz hansısa bir idarəçinin ana funksiyalarından biri qarşısına çıxan məqamları və maneələri, problemləri çözməkdir. Və buna görə də siz öz rəhbərinizin, sizdən yuxarıda olan rəhbərin yanına hansısa bir sıxıntı və problemlə gedirsinizsə, mütləq heç olmasa 3 çözüm də ona təklif edin ki, siz çözüm edən insan obrazında olasınız onun önündə və rəhbəriniz sizin yerinizə çözümləri düşünməsin. Çünki çözüm verən insan rəhbərin işin rahatlaşdırmaqla bərabər həm də məsuliyyəti qismən də olsa üzərinə götürmüş olur. İkinci məqam burada rəhbərinizə siz bir düşünün ki, mən bir şirkətin rəhbəriyəm, mənim 10 nəfər idarəçim var tabeçiliyimdə, mənə yaxın olan komandada. Onların hər biri hər gün 2 problemlə qarşıma gəlsə, mən 20 problemi çözmək məcburiyyətindəyəm fərqli istiqamətlərdə. Amma mənim rəhbər olaraq işim o vaxt asanlaşacaq ki, mənim yanımda problemlərlə bərabər çözüm gətirən və mən rəhbər olaraq çözümləri, həlli yollarını düşünən deyil, mən həlli yolları haqda, mənə sunulan, təqdim edilən həlli yolları haqda qərar verən şəxs olun və siz öz rəhbərinizin qarşınızda belə bir mövqedə olmalısınız. Mən düşünürəm ki, rəhbərinizə bir rahatlıq verməlisiniz bu mövzuda ki, narahat olmayın, mən məsələni çözəcəm. Sizin hər birinizin gənc rəhbərlərin, mütəxəssislərin, idarəçilərin rəhbərinizin qarşınızda 2 mövqeyiniz ola bilər. Bir, deyingən, narahat, narazı, mən demişdim, dinləmədiniz, ona görə belə oldu, baxın artıq bundan sonra özünüz deyən insan. Bir də emosiyalara qapılmayan, problemləri çözən, mövqeyi olan, rəhbərə əlavə yük, psixoloji və iş yükü, funksional yük gətirməyən bir insan. Necə mövqe tutsaz, ona görə davranmış olacaqsınız. Mənim çox məşhur bir misalım var. Bunu dərslərimdə, təlimlərimdə verirəm misalı, Ax+ misalı. Bir insan gəlir mənimlə görüşə və mən ona sual verirəm ki, siz hardan gəlirsiniz mənimlə görüşə? Misal üçün, Nərimanovdan. Yolda gələndə 30-40 dəqiqə ərzində neçə Ax+ gördünüz? İnsan deyir ki, bilmirəm, diqqət etmədim. Dedim, çünki axtarmamısınız. İnsan nəyi axtarmağa özünü beynində proqramlaşdırırsa, o onu axtarmağa başlayır və beyin ona fokuslanmış olur. Və bir gənc idarəçi ya da mütəxəssis problemləri görür, amma çözümləri axtarmırsa, o problem görən, problemi ifadə edən, problemi ortaya çıxardan insan olacaq. İdarəçi belə olmamalıdır. İdarəçi problemləri görür, o problemləri həll edir, onları çözür və proseslə bərabər nəticəni də gətirir, çıxardır. Mən düşünürəm ki, ümumiyyətlə özünüzə rəhbərlə ünsiyyətdə mən demişdim, mənim dediyimi etmədiniz kimi bir mövqeyiniz ümumiyyətlə olmamalıdır.
Mən bəzən gənclərdən eşidirəm ki, 30-40 yaşlı insanlardan belə mənə dəyər vermirlər, ona görə etmirəm. Baxın, bu məsləhətimi diqqətlə dinləyin. Məsuliyyətli olmaq iş yerində məsuliyyət hissi belə bir vərdişdir. Bir il ərzində hər həftə cəmi 2 işdə mən etmirəm çünki haqqımı vermirlər desəniz, bir il ərzində 52 həftə var. 52 həftədə hər həftə 2 işdə məsuliyyətsiz davransanız, qisas almaq məqsədi ilə küslüyünüzə görə 104 dəfə məsuliyyətsiz davranan insan bir il ərzində o məsuliyyətsiz insana çevrilmiş olur. Sizə dəyər verilən yerə gedəndə siz yenə məsuliyyətsiz davranmağa davam edəcəksiniz. Mən hesab edirəm ki, bəzi iş dünyası ilə əlaqədar reallıqları da qəbul etmək məcburiyyətindəyik. Birinci növbədə iş dünyası ideal deyil. İkincisi, iş dünyasının ideal olmaması ilə bərabər rəhbərlər də ideal deyil. Onlar da səhvlər eləyirlər, onlar da gərgin olurlar, onlar da psixoloji təzyiq altında qalırlar, onların da şəxsi problemləri olur və onlar da yanlış qərar verib, ondan sonra onu düzəltmək məcburiyyətində qalırlar və onların yanında kimsə onları qınasa və səhvlərini ön plana çəksə, təbii ki, o gənc rəhbərlə onlar işləməkdən çox da xoşbəxt olmayacaqlar. Mən hesab edirəm ki, siz hər biriniz, məni dinləyən hər kəs, biz özümüzə görə səliqəli, biz özümüzə görə mədəni, biz özümüzə görə tərbiyəli, biz özümüzə görə məsuliyyətli davranmaq məcburiyyətindəyik. Heç kimlə iş yerinin mühitinə görə davranmaq olmaz. Çünki o mühit bir il sonra mühitə görə davransaq, mühit özünə bizi çevrilmiş olacaq. Mən düşünürəm ki, indi işlədiyiniz yerdə bəlkə də sizi qiymətləndirmirlərsə, amma getdiyiniz bir il, 2 il sonra yeni yerdə sizi qiymətləndirmək üçün də siz öz mövqeyinizi, məsuliyyətli, səliqəli davranışı, işdə aktiv olmağı özünüzə vərdiş etməlisiniz və ümumilikdə mən hesab edirəm ki, bizim hər birimiz, mənə də aiddir bu, mən də daxil olmaqla bizim hər birinizin bugünkü mövqeyimiz, bizim davranışlarımız bizim gələcəyimizi formalaşdırır. Hər kəsə peşəkar karyerasında doğru mövqeyi tutmağı və aktiv olmağı arzu edirəm. Təşəkkürlər.